Bizim fərqimiz sizinlə odur ki, siz Rolls-Royce aparırsınız servisinizə, bəziləri şəkil çəkib paylaşırlar ki, wow, amma biz Rolls-Royce gəbirə. Birinci qəşəkcənə bu disklərimizi cızırıq, mismar. Sonra da disklərimizi çox qəşəng şəkildə rəngləyirik ki, müştərimizə təhvil verək. Diskləri rəngləyəndən sonra qəşəng disklərimizi İçilik təhvil verir. İndi izləyin axıra kimi bu diskə necə restavrasiya olunur. Sağ olun. Mercedes-in hər hansı bir modeli var ki, qapısı belə açılsın, mən diski belə təqdim edeyim. Yoxdur axı. Bu diski gördünüz ki, biz hansı vəziyyətə gətirdik, çıxartdıq. ProService komandası olaraq peşəkar olduğumuz üçün bunu bacarırıq, eləyə bilirik. Heç bir narahatçılığımız yoxdur. Diski birinci biz nə iş gördük? Qumlama ilə köhnə rəngi, problemlərini hamısını üstündən götürdük. Sonra isə toz boya ilə diskləri yenidən rəngləmişik. Toz boyanın funksiyası nədir? Toz düşmür, axıntı düşmür, moykada qopmur, daş dəyəndə qopmur və çətinliklə bu diskə cızılır. Üstəlik burada incə bir məqam var. Bu incə məqamda isə gördüyünüz bu xrom detalı biz dəyişmədik ki, köhnə vəziyyətini burada görürsünüz kadrda. Biz bunu təzədən təmir və bərpa eləmişik. Bərpa elədiyimiz üçün disk təkərimiz isə və orta qalpağı isə 0 kilometrə yeni görsənir. Avtomobilin üzərində ximçiska, polirovka, keramika elədiyimiz üçün onları sadalamıram. Çünki onlar bizim üçün həqiqətən çox rahat və asan bir prosedurlardır. Amma bu avtomobilin üzərində gördüyünüz kimi buradan çox bahalı bir xətt gedir. Bu xətti isə çox bahalıdır. Rolls-Royce bu xəttin üzərində ən çox alqı-satqı eləyirlər. Amma Allah göstərməsin, Rolls-Royce'un varsa və bu xəttdə nəsə problem olubsa, onu biz də eləyə bilərik. Rolls-Royce, BMW, Mercedes, Audi bunlar marketingin üzərində ən çox satış eləyirlər. Bu xətti nəinki biz, Azərbaycanda elə sənətkarlarımız var ki, onlar da eləyə bilərlər. Hamıya buradan salamlar və eşq olsun.